Salam dostlar, bugün biz Qusara gedirik. Təbii ki, bugünkü vlogda mən yanacaq sərfiyyatı, yol, Qusarın özü və A05 Çanqan özün yolda necə göstərəcək barəsində bəzi məlumatlar verəcəm. Çox güman edirəm ki, faydalı bir video olar. Zəhmət olmasa kanala abunə olun. Like atın, zınqırovu açın ki yeni videolar gələndə birinci tez siz xəbər tutasınız. Və bu arada soruşa bilərsiniz ki, bu nədir, motor niyə belə işləyir? Mən o videolarda göstərdiyim kimi hər səhər fərq eləmir, düzdür. İndi çox adam deyir ki, hibriddir, promoy sürə bilirsən, düz sürə bilirsən. Yəni mən hər səhər bir 5 dəqiqə, 3 dəqiqə kodlayıram maşını ki, rahat olsun, maşın rahat geçsin, istər-istəməz. Benzin tam motorda funksiyonallığını tam göstərə bilsin, maşın tam rahat bir şəkildə idarə olunsun. Yenə də Bakı Qusar video vlogumuza xoş gəlmisiniz. Yenə də dostlar göstərmək istəyirəm bu videoda ki, necə maşını səhər tezdən mən xodlayıram, xoda salıram. Belə deyək, belə vəziyyətdə olsa əgər maşın, basırıq bu knopkanı və daxil oluruq mora. Mora daxil olandan sonra sadəcə səsi gəlir və bu qədər asan söndürürük. Və maşın 2-3 dəqiqə xodda qalır, sonra özü sönür. Bu qədər asan. Bu nəyə lazımdır? Yenə təkrarlayıram, motorunda benzin yağ sistemi daha rahat funksiyonallığını göstərsin və maşın daha rahat istifadə olunsun. Düzdür ki, hibrid sistemdə çox adam deyir ki, və mən də çox yerdə oxumuşam ki, düz sürə bilərik, sırazu sürə bilərik, amma yenə də avtomobildir, yenə də bunun motor sistemi var. Məncə belə eləmək daha rahat, daha yaxşıdır. Biz isə vlogumuza davam edək. Dostlar, gəldik 50 qəpiyə bir maşına bir yağ, bir təmiz olsun. Düz dediklər yağışlar olacaq, amma yenə də tikli maşından getməyək. Bu arada Xırdalandadır 50 qəpik. Dostumuzun işlətdiyi yerdir, buyurub gələ bilərsiniz. Buradan bura belə içəri girməyənə. Yəni belə. Bir də salam dostlar. Hal-hazırda biz Sokardayıq. Gördüyünüz kimi gəldik benzin vurmağa. Birinci dəfə Qusara getdiyim üçün ChatGPT-dən soruşdurum. Neçə kilometrdir və nə qədər lazımdır vurmaq. Həm də ki, indi 2-3 gün orada olduğumuza görə hardasa təxminən 50 manat 95 ilə vuracağım. Çünki həm benzin keyfiyyətli olsun, həm yolda problem yaratmasın. Həm də ki, rahat gedim, rahat gəlim. Və budur dostlar, 670 kilometr. Bəs eləyər məncə.